Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. 2003-cü il 12 dekabr. Zaman sanki bir anlık dayandı. Azərbaycan öz böyük oğlunu, müasir dövlətçiliyimizin memarını itirdi. Bu sükut sıradan bir ayrılıq deyil, bir tarixi növbət səhifəsinə keçid idi. Onun vəfatı təkcə bir xalqın kədəri deyil, həm də bir vəsiyyətin başlanğıcı oldu. Heydər Əliyev fiziki olaraq aramızdan getsə də, qoyub getdiyi ideyalar və canım Azərbaycan dediyi ölkəsi onun ən böyük əsəri kimi yaşamağa davam etdi. Amma bəzi ömürlər var ki, onlar üçün son nöqtə yoxdur. O dünyaya bir təbəssümlə baxırdı. Arxasında qoyduğu güclü xalqın və sarsılmaz dövlətin verdiyi arxayınlıqla. Mənim həyatım həmişə Azərbaycan xalqına xidmət etməkdən ibarət olubdur. 1923-cü ilin mayında Naxçıvanda başlayan bu ömür yolu əslində bir millətin taleyinə yazılmışdı. Sadə bir gəncin daxili işlər orqanlarında başlayan fəaliyyəti tezliklə böyük bir siyasi arenanın əsas simasına çevrildi. 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gəlməsi ilə ölkədə intibah dövrü başladı. O zavodlar qurdu, məktəblər açdı və ən əsası Azərbaycanlıların milli şüurunu oyatdı. Tarix onu ən çətin məqamda, dövlətçiliyimizin uçurumun kənarında olduğu 1993-cü ildə yenidən xalqın xilaskarı kimi çağırdı. Heydər Əliyev təkcə bir siyasətçi deyil, həm də mahir bir diplomat idi. Əsrin müqaviləsi ilə Azərbaycanın iqtisadi müstəqilliyinin təməlini atdı. Onun yaradıcılığı isə qurduğu müasir Azərbaycandır. Sənətə, mədəniyyətə, ana dilimizə olan sevgisi hər addımda hiss olunurdu. O hər bir Azərbaycanlının qəlbində özünə elə bir abidə ucaltdı ki, nə zaman, nə məsafələr onu kölgədə qoya bilməz. Bugün biz onun həyatına baxarkən sadəcə keçmişi deyil, parlaq gələcəyimizi görürük. Çünki o ömrünü bir millətin varlığına fəda edən ulu öndərdir.